Müəllimlərdə yazı pozu işləri artıb, təqdimatlar artıb. Bilmirəm siz bunların adını necə qoyursunuz, amma bunlar hamısı əlbəttə ki, bir emosional yüklənmə yaradır insanda. İndi biz müəllimləri şəfalandırmaq deyərkən, lütfən belə başa düşməyin ki, siz xəstəsiniz, mən də həkiməm, sizi şəfalandıram. Elə deyil. Sadəcə şəfalanma deyəndə müalicə sözünü də işlətmirəm, çünki biz dərman yazmırıq, amma biz ruh həkimləri olduğumuza görə şəfalanma desək daha insanlara yaxşı gələr. Çünki bizi xəstələndirən faktorlar həddən artıq bugünkü cəmiyyətdə çoxdur. Şəfalanmaq əvvəlki halına qayıtmaq deyil. Biraz sizə açım ki, şəfalanmaq nədir? Şəfalanmaq əvvəlki halına qayıtmaq deyil. Çox zaman köhnə halından vaz keçə bilməkdir. Çünki yaralı halınla eyni qalaraq özünü irəli apara bilməzsən. Nə şəxsi həyatda, nə iş həyatında. Yaxşılaşmaq əvvəl sustuğun yerdə indi danışmağı öyrənməkdir. Bu da şəfalanmaqdır. Hər kəsi məmnun etməyə çalışdığın yerdə biraz da özünə tərəf dönməkdir. Alışdığın acılar ki var, yaşantıların ki var, onları buraxmaq və yeniliklər üçün yer açmaqdır. Şəfalanmaq eyni şeylərə eyni şəkildə dözməməkdir. Eyni şəkildə təpki verməməkdir. Elə bu səbəbdən də bəzi insanlar mütləq bir şəkildə zaman-zaman həyatından çıxmalıdır. Hansı ki, onlar çıxanda sən onların uzun müddət acısını yaşayırsın. Sizə sən deyəcəm, vaxtaşırı, çünki şuuraltı siz tanımır, sən tanıyın. Bu dostlar, bu insanlar ki, sənin həyatından çıxır, o zaman səndə şəfalanma başlayır. Yeniliklərə açılırsan, yeni qapılar açılır, yeni şeylər sınayırsan. Bax, bu şəfalanmadır. Yaxşılaşmaq səni daha əla etmir. Bugünkü sənin hansı ki, narazı qaldığın tərəflərin var, sabahki variantın ki var, yeni bir variantın, ideal variantın, onu yaratmağa sənə kömək eləyir. Və şəfalanmaq bugün biraz daha dünəndən yaxşı olmaq deməkdir. Və insan ən çox köhnə özündən vaz keçə biləndə şəfalanır. Bax, bu şəfalanmanın sizin üçün tərifi. Ümidvaram ki, mən çox şeylərdən istifadə etdim, cümlələrdən ki, siz başa düşəsiniz ki, nədir bu şəfalanmaq. Və dediyim kimi, əgər emosional yüklənmişiksə, bizi heç bir dərman kömək eləməyəcək. Çünki dərman sənin uzun müddətli yuxu pozuntunun qarşısını alıb səni yatıra bilər. Amma sən sağlam yuxuya sahib olmayacaqsan. Sən sadəcə yuxu pozuntunu bu şəkildə dərman vasitəsilə həll eləyəcəksən.